Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olanlar üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində bu il 28 gözdən əlilliyi olan şəxsə xidmət göstərilib. Müəssisənin görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsinə 5-29 yaşlı şəxslər qəbul edilir. Benefisiarlar burada sosial, tibbi, pedaqoji, idman və psixoloji reabilitasiya xidmətlərinə cəlb olunurlar. Onlara Braille əlifbası və əl ağacından istifadə öyrədilir. Ayaq hissiyatının artırılması istiqamətində işlər aparılır. Gözdən əlilliyi olan şəxslər asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə bir sıra fəaliyyətlərə də cəlb olunurlar. Onlar üçün müxtəlif ekskursiyalar təşkil edilir, təlimlər keçilir.